Salam, hər vaxtınız xeyir olsun. Bugün mənim doğum günümdür. 29 yaşım tamam olur və hər il olduğu kimi bu ildə ənənəyə sadiq qalaraq həyatdan öyrəndiyim dərsləri paylaşıram. Cəmi 5 dənə dərs öyrənmişəm. Amma fikirləşirəm ki, indiyəcən öyrəndiyim ən mənə fayda verən dərslər bunlar idi. Birincisi, təsadüf yoxdur məsələsi. Mən bunun yalan olduğunu düşünürəm və ümumiyyətlə bu 2 il ərzində məni ən çox yoran, ən çox bezdirən şey bu oldu. O qədər bizim beynimizə yeridiblər ki, təsadüf yoxdur. Fikirləşirəm ki, bu insanın psix olmasına gətirib çıxardır axırda. Yəni yolla gedirsən, başına daş düşdü, təsadüfdür də. O daş onsuz da oradan düşməli idi. Okay, indi təsadüfən gəldi səni tapdı. Hər şeydə bir məna axtarmaq lazım deyil. Bəzən insanlar görürəm ki, qabaqlarına biri çıxır. 9 cəhəti ona uyğun deyil. Bir dənə biri ona uyğundur. Onu işarə kimi qəbul edir, düşür onun arxasınca. Yoldaşlar, hər şeyin bir səbəbi olacaq deyə bir qayda yoxdur. Yəni bu fikirlə mən razı deyiləm. Əvvəllər mən inanmırdım. Deyirdim ki, təsadüf yoxdur, hər şeyin bir səbəbi var. Hər şeydə səbəb, məna axtarmağa çalışırdım. Bu mənim beynimi o qədər yordu, o qədər məni yanlış yönləndirdi ki, ona görə başını buraxmışam. Qarşılaşdıq yolda, təsadüf. Təsadüfən qarşılaşdıq. Bu qədər sadə. Biraz rahat olaq, sıxmayaq özümüzü. İkincisi, borc məsələsi. Borc verməyə dayandırmışam. Yəqin hamınız eşitmisiniz ki, borc vermək münasibətləri korlayır falan filan. Şəxsən eynisini yaşamışam. Dayandırma səbəbim həm bu oldu, münasibətləri korlayır, həm də ki, birinə borc verəndən sonra özüm maddi olaraq pis vəziyyətdə qalmışdım. Və mən bununla bağlı nə öyrəndim? Spiritualizmə çox marağım var. Oradakı mentorlardan biri mənə dedi ki, borc vermək insanın bərəkətini azaldırmış. Ata, ana, bacı, qardaş. Bu kateqoriya istisnadır. Ailə üzvlərinə borc verəndə, baldız falan uca getmir burada. İmyanlı ata, ana, bacı, qardaş. Bu insanlara borc vermək lap da bizim pulumuzun bərəkətini artırır, amma digər insanlara ən yaxın qohum, dost borc vermək olmaz. Yəni bu sənin zəhmətlə qazandığın puldur, bərəkətindir. Verirsən ki, buyur, bərəkətimi verirəm sənə. Yəni məsələn mən borc vermişdim və karyeram aylarla düzəlmədi. Maddiyyatım çox pis vəziyyətdə qalmışdı, güclə özümə gəldim. Amma belə bir şey var. Deyək ki, elə bir adam borc istəyir ki, sizdən heç bir halda yox deyə bilmirsiniz, həyatınızı xilas eləmiş biridir, nə bilim üstünüzdə əməyi var. Burada 2 dənə məsələ var. Birincisi, pulu hədiyyə kimi verə bilərsiniz. Məsələn, 20-30 manat istəyirlərsə hədiyyə kimi vermək olar. İkincisi, bərəkətiniz azalmağını istəmirsinizsə, borc verəndən sonra gərək o pulu unudasınız, o adamdan gözləntiyə girməyəsiniz. Şəxsən mən bunu bacarmaram. Yəni birinə 500 manat, 1000 manat versəm, onu da bilmərəm ki, mən borc vermişəm. Məni deyil, ona görə ümumiyyətlə vermirəm. Gözləntiyə girməsəz, unutsaz, bərəkətə təsir eləmir, əks halda təsir eləyir. Sonra sağollaşanda danışmadan silmək. Mən əvvəllər insanları həyatımdan çıxaranda bir dəfəlik çıxarırdım. Yəni bir gün oyanırdılar ki, mən onların həyatında yoxam. Sonra fikirləşdim ki, insanın danışıb həll eləyə bilməyəcəyi heç nə olmaz yəqin ki. Ən adekvat rəfiqəmlə belə silməzdən qabaq danışmaq istəmişəm. Danışmışam da, görmüşəm ki, yox, düzəlməyibdir. Səhvini anlamayıb. Yəni sübutla, screenshotla belə göstərə bilirəm ki, burada haqlı olan mənəm. Yəni inkar eləyəsi yeri yoxdur. Amma yenə dediyini deyib, yəni insanların fikrini dəyişmək çox nadir bir şeydir. Ona görə başını buraxdım, qayıtdım əvvəlki halıma. Birbaşa silirəm, xəbərdarlıqsız yenə bir gün yoxlandırırlar ki, artıq mən yoxam. Bilirsiniz nə yadıma düşdü? Bu yaxınlarda LinkedIn-də bir HR'ın postunu oxudum. Deyir ki, mən iş elanı paylaşıram, 400 manat, 500 manat maaş verirəm və çox gözəl bilirəm ki, bu böyük məbləğ deyil, aşağı məbləğdir Azərbaycan üçün. Rəy yazırsınız, 50 nəfər, 100 nəfər yazır, məni qınayır ki, niyə az verirsiniz? Deyir, sizin qınamağınızla mən orada maaşı artırmayacağam. Belə bir şey görmürsünüz ki, bir HR-ı durub qınayasan ki, niyə yaş həddi qoyursan, maaş az olur. Çünki bağışlayı düz deyirsən, mən yaş həddini təzədən qaldırım, maaşı da qaldırım. Düz deyir, elə söhbət yoxdur. Qaldırasıydısa, qanunda varsa əvvəldən qaldırardı. Yəni bu qədər sadə. Siləndə birbaşa silməyə başladım. Yaxşılığı belə seçib eləmək, məsləhəti belə seçib vermək. Bu nə deməkdir? Mən həmişə yaxşılıq eləyəndə qarşılıqsız eləmişəm. Bir xanımı misal çəkəcəm. Bir dəfə məndən psixoloqumun Instagramını istədi, verdim, getmədi yanına. Normal bir şeydir, ya bəyənmədi, ya qiymət uyğun olmadı, ya hazır deyil idi getməyə, hər şey ola bilər. Sonra mənim bir dənə təlimim aldı, fərdi inkişafla bağlı. Təlimdən sonra ev tapşırığı vermişdim. Ev tapşırıqlarının içində kitab da var idi. Kitabın da içində çalışmalar var. Yəni kitabı oxuyandan sonra o çalışmaları hər hissədən sonra o çalışmaları yazılı şəkildə işləmək lazımdır.
Xanım mənə 1-2 ay keçəndən sonra bir də yazdı, başqa bir təlimimi istədi. Bu iki təlimi də bir-biri ilə oxşardı. 20-30% aralarında fərq var. Oxşar olduğu üçün, ev tapşırıqlarında da həmin kitab olduğu üçün eyni adama satmıram. Adam müraciət edirsə dərdinə baxıram, görüm hansı daha sərf edir, o adama onu da satıram. Dedim ki, bəs mən sizə bir kitab göndərmişdim, içində çalışmalar olan, hansı ki işləməliydiniz yazılı formada, onları işlədinizmi? Dedi, yox, kitabı oxudum 20-30 səhifə, yarım qoydum, çalışmaların heç birində işləmədim. Dedim, o kitabı işləyin ondan sonra. Üstündən bir müddət də keçdi, yenə mənim psixoloqumun kontaktını istədi, Instagramını. Bu dəfə göndərmədim. Belə baxanda deyə bilərsiniz ki, Instagramı göndərmək nədir ki, 2 dəqiqəlik bir şeydir də, copy-paste elə at. Amma eləmədim. Çünki gedəsi deyil. Və belə insanlar bizi çürüdür biraz da. Bilirsiniz necə? Məsləhət istəyirlər, verirsən, gedir öz bildiyini eləyir və yenə eyni problemlə sənin yanına gəlir. Bu artıq insanın əməyini də yerə salmaqdır, enerjisini sömürməkdir. Yəni psixologiyada enerji vampirləri deyirlər belələrinə. Ona görə məsləhət verəndə də, yaxşılıq eləyəndə də adamına baxıram. Bilirəmsə ki, hə, mənim elədiyim yaxşılığa dəyər verəcək, eləyirəm. Əks halda artıq özümə hörmətsizlik hesab eləyirəm. Ya adam var ki, 5 dəfə yazıb eyni şeyi istəyib göndərmişəm, 6-cı dəfə bir də yazıb. Niyə? Göndərdim də bir dəfə. Bunu ya silmə, ya elə bir yerdə saxla ki, yadında qalsın. Bir nəfər var ya, bu yaxınlarda paylaşmışdım. 3 ildə hər il fevralda mənə yazır, dərslərlə bağlı məlumat istəyir. Hər dəfə də eyni qiyməti deyirəm, hər dəfə də deyir uyğun deyil. Və mənlə danışandan sonra başqa müəllimin yanına gedir, sonra yenə mənim yanıma qayıdır. Yəni adam o qədər kursla danışır ki, hər il mənlə danışdığını unudub. Yəni var belə insanlar, axırda blok atdım onu. Və bir şey qeyd etmişim son olaraq, eyni vaxtda iki şeyi etməmək, anı yaşamaq. Azərbaycandan köçəndən sonra anı yaşamağı bacarmışdım, amma bir məsələ var. Kişi beyni ilə qadın beyni fərqli işləyir. Qadın eyni vaxtda bir neçə şeyə fokuslana bilir, kişilər yox. Məsələn, mən Qabiya podkast dinləyirdim, mahnıya qulaq asırdım. Bu şeyləri dayandırdım. O da necə oldu? Məsələn, dırnağa gedirdim. Bu manikür, pedikür, gel-lak birlikdə 3 saata yaxın vaxt aparır. Bilməyənlər üçün qeyd edeyim. Serialım var baxılası. Taxıram qulağıma qulaqçığı. Usta orada öz işini görür. Mən də otururam kresloda, seriala baxıram. Sonra bunu saxladım. Saxlayanda nə baş verdi? İçdiyim kofedən daha da zövq aldım. Kofe verirlər salonda. Onu içəndə daha çox zövq aldım və ustanın hərəkətlərini izləyirdim. Dırnaq ustam da heç buralı telefonuna baxmır iş vaxtı. Yəni, ay zəng gəldi, müştəri etsin, bir dəqiqə gözlə baxım, elə söhbət yoxdur. Onun işinə fokuslandım, baxıram görüm nəyi necə işləyir, detallı. Sonra otururum bir kofe shopda, dəniz mənzərəlidir deyək. Kofemi içirəm. Telefon yenə üstümdədir, amma çantama qoyuram. Telefonsuz ümumiyyətlə evdən çölə çıxa bilmirəm. Translate falan lazım olur xaricdə yaşadığım üçün. Qoyuram çantama və belə dənizə baxıram. Və ya qapalı bir məkandırsa, afisantları izləyirəm, baristanı izləyirəm, insanlara baxıram. Gözüm belə zilləyib baxmıram da, kamera kimi. İmamı müşahidə edirəm, xoşuma gəlir müşahidə eləmək. Sonra, məsələn, qab yuyuram, podkast dinləmirəm qab yuyanda və ya mahnıya qulaq asmıram. Bir dənə nəyi saxlamışam, yemək yeyə nəsə izləməyi. Bundan çox zövq alıram, onu çıxartmışam həyatımdan. Bir də nəyə fikir verdim? Görürəm ki, qabları yuyanda podkast dinləmirəmsə, mahnıya qulaq asmıramsa, düşüncələrimlə tək qalıram, özümü daha yaxşı dinləyirəm. Yəni mən mahnılara qulaq asmağı, podkast dinləməyi özümdən qaçmaq üçün eləmirdim onsuz da. Sadəcə bunları saxlayanda, bir işə fokuslananda gördüm ki, özümü daha yaxşı anlayıram. Bir də özümdən danışıram. Onsuz da əvvəldən özümdən danışan biri idim. Amma qab yuyaya da danışıram. Deyirəm, hə, bax onu belə elədin, gərək belə eləməlisin. Ya da ki, hə, gördün, bu belə olurmuş əslində. Başlayıram özümlə danışmağa, yəni özümlə tək qalıram. Bundan sonra nəyə fikir verdim podkastları dayandırandan sonra? Fikir verdim ki, elə bil beynimin içində uğultu var imiş. O qədər daim podkast dinləyəndə, mahnı qulaq asanda həqiqətən fikir verdim ki, uğultu var imiş. Bu arada bütün günü qulağımda qulaqçıq olan biri deyiləm. Sadəcə vacib məqamlarda istifadə eləyirdim.
Hər şeyi həyatımızdan çıxartmağın əleyhinəyəm. Yəni ara sıra yenə mahnı qulaq asaraq iş görmək normaldır, bizə enerji verir və ya podkast dinləyərək nələrsə eləmək çox normaldır. Gedərsən dırnaq ustasına, arada bir LinkedIn-ə girərsən, status paylaşma vaxtında və s. Yəni ki, bunlar olmalıdır, amma %100 yox. Mən taxırdım qulağıma qulaqçığı, tam-tamına 3 saat ustanın işi başlayandan qutarana qədər çıxartmırdım. Seriala baxırdım, ya nəsə eləyirdim. Bunu dayandırdım. Çünki belə eləyəndə adam anı yaşaya bilmir, həqiqətən. Qaça-qaçda olursan. Yəni ustanın üzünə belə baxmırsan. Ancaq belə əlində telefon, seriala baxırsan. Axırda da usta we finished, biz bitirdik deyəndə vəsyo, hə, təşəkkür edib gedirsən. Əslində səhvdir mənə görə. Bir insanın üzünə baxmaq lazımdır, bir göz-gözə gəlmək lazımdır. Azərbaycanda elədir ki, söhbət edirsən usta ilə, eyni dildə danışırsan. Burada eyni dildə danışmırsan. Onsuz yəni usta ilə söhbət eləyəsi deyiləm. Amma yenə də bir izləmək də mənə görə yaxşı bir şeydir. Yəni yaxşı ki, eyni vaxtda iki iş görməyi dayandırmışam. Belə, başqa qeydim yoxdur. Dinlədiyiniz üçün çox sağ olun. Təbrikləriniz üçün də öncədən təşəkkür edirəm. Kim təbrik eləyəcəksə, ayrı-ayrılıqda onsuz da cavab verəcəm. Bir də ümumi təşəkkür etmək istədim. Biraz enerjim aşağıdır bugün, çünki yorucu gündür. 10 dənə dərsim var, ona görə 12-ni keçəndən sonra video çəkdim ki, nisbətən enerjim olsun. Hal-hazırda yerli vaxtla saat 1:07. 2 işləmiş çəkirəm videonu. Belə, izlədiyiniz üçün bir daha təşəkkürlər. Hələlik, bir il sonra görüşənədək. Sağ olun.